İspat məsələsi 13. İspat edin ki, üçbucağın daxilində götürmüş ixtiyari nöqtədən üçbucağın təpəli nöqtələrinə qədər məsafələrin cəmi üçbucağın yarım perimetrindən böyükdür. Nömrə 13. Bir də ixtiyari üçbucaq çəkək. Daxildə istənilən yerdə bir dənə nöqtə götürək. O nöqtəsi. O nöqtəsindən təpəli nöqtələrinə qədər məsafələrin cəmini tapmaq üçün O nöqtəsini təpələrlə birləşdirək. Üçbucaq bərabərsizliyinə görə üçbucaq AOB-dən AO üstə gəlmək OB böyükdür AB-dən. OB üstə gəlmək OC böyükdür BC-dən. OC üstə gəlmək AO böyükdür AC-dən. Eyni mənalı bərabərsizləri tərəf-tərəfə toplayaq. Alarıq 2AO üstə gəlib 2AO üstə gəlib 2OB üstə gəlib 2OC böyükdür AB plus BC plus AC-dən. Hər tərəfi 2-yə bölsək, alırıq. OA üstə gəlib OB üstə gəlib OC böyükdür AB plus BC plus AC bölü 2. AB plus BC plus AC də perimetr eləyir. Onda bu da bərabərdir. P bölü 2. Yəni, üçbucağın daxilində götürmüş istənilən nöqtədən təpələrə qədər məsafələrin cəmi üçbucağın yarım perimetrindən böyük olur həmişə. Bunun da isbatı tələb olunur. Deməli, bu da nəyə görə alındı? Üçbucaq bərabərsizliyinə görə. Bunun qabağını yazırıq ki, üçbucaq bərabərsizliyinə görə. Sonra da burada ikincidə də eyni mənalı bərabərsizlər alt-alta toplamaq olduğundan topladıq. Onu da qabağıca yazırıq. Bu qədər. Sabah ispat 14 eləyərik. Sağ olun.